Salam, bugünkü videoda hüceyrənin biokimyası bölməsindən ilk dərsləri izah edəcəm. Bu bölmənin dərsləri çoxdur, hissə-hissə dərs izahını paylaşacağım. 9-cu sinifdə paragraf 3, səhifə 18-dən hüceyrənin kimyəvi tərkibi mövzusundan başlayaq. Biz bilirik ki, atomar səviyyədə canlılarla cansızlar bir-birindən fərqlənmirlər. Yəni, canlıda xüsusi elə bir maddə, element yoxdur ki, bunlara cansızda rast gəlinsin. Bunlar arasında fərq yalnız molekulyar səviyyədən başlayır. Yəni, canlı orqanizmlərin hüceyrələri bir-birinə təkcə quruluşuna görə yox, kimyəvi tərkib baxımından da oxşardır. Bu da onların eyni mənşəli olduğunu sübut edir. Kimyəvi elementi 118 kimyəvi elementdən 80-ə qədəri hüceyrədə rast gəlinir. Bunlardan yalnız 27 element hüceyrədə müxtəlif funksiyalar yerinə yetirirlər. Hüceyrədə kütlə payı 0,1%-dən çox olan elementlər makroelementlər, 0,1-dən 0,1-ə qədər olanlar isə mikroelementlər adlanır. Hüceyrədə oksigen, karbon, hidrogen və azot elementi daha çox üstünlük təşkil edir və ən çox da oksigen, yəni çoxdan aza doğru sıralasaq, oksigen, karbon, hidrogen, azot bu cür sıralama ilə gedir. Makroelementlərə ümumiyyətlə oksigen, hidrogen, karbon, azot, fosfor, natrium, magnezium, xlor, kükürt, kalsium, dəmir elementləri aiddir. Və bu elementlərin hər birinin hüceyrədə böyük rolu vardır. Magnezium xlorofilin tərkib hissəsidir, dəmir isə hemoqlobinin. Hemoqlobinin tərkibində dəmir 2 müsbət iyonları var. Dəmir 2 müsbət iyonları özünə oksigen birləşdirərək dəmir 3 müsbət iyonlarına çevrilirlər və həmin dəmir 3 müsbət iyonları özlərinə birləşdirdiyi, özlərinin tərkibində olan oksigeni hüceyrə və toxumalara aparır. Oradan oksigeni verdikdən sonra yenidən dəmir 2 müsbətə çevrilir. Sonra makroelementlərdən kalsium qanın laxtalanmasında iştirak edir. Kalsium və fosfor sümüklərdə hüceyrəarası maddənin yaranmasında iştirak edir və sümüklərə möhkəmlik verir. Mis, yod, kobalt, selen, flor, sink bunlar isə mikroelementlərə aiddir. Mikroelementlərin miqdarca az olmasına baxmayaraq, onlar da bir çox funksiyanı yerinə yetirir və maddələr mübadiləsində mühüm rol oynayırlar. Məsəl üçün, sink məadaltı vəzi hormonunun, yəni insulinin tərkibinə daxildir. Bildiyimiz kimi, insulin karbohidratlar mübadiləsini tənzimləyir. Yod isə qalxana bənzər vəzi hormonu olan tiroksinin əsas tərkib hissəsidir. Bilirik ki, qalxana bənzər vəzin funksiyası maddələr mübadiləsini və böyüməni təmin edən əsas vəzlərdəndir. Hüceyrədə kimyəvi elementlər əsasən ionlar şəklində, sonra müxtəlif maddələr şəklində olur. Yəni üzvü və qeyri-üzvü maddələrin tərkibində olurlar. Məsəl üçün, zülallarda əsasən karbon, hidrogen, oksigen, azotdan başqa azot, kükürt, dəmir, magnezium, yod və s. elementlərə də rast gəlinir. Natrium xlorid kimi duzlara isə həm cansızlarda, yəni təbiətdə rast gəlinir, natrium xlorid duzu kimi, həmçinin də canlılarda rast gəlinir. Sonra şəkildə burada bəzi kimyəvi elementləri toplayan orqanizmlər verilibdir və bunları əzbər bilmək lazımdır. Məsəl üçün, şüalarda kalsium, stronsium, kökayaqlarda barium və kalsium, asidlərdə vanadium, yosunda yod, qaymaq çiçəyində litium, su gülündə isə radium elementi toplanır. Hüceyrənin qeyri-üzvü birləşmələri. Qeyri-üzvü birləşmələrə su və mineral duzlar aiddir. Su hüceyrədə həm kütlə payıca çox üstünlük təşkil edir, həm də ən əhəmiyyətli maddələrdən biridir. Suyun hüceyrədə miqdarı hüceyrənin növündən, yaşayış şəraitindən, tipindən, funksiyasından asılı olaraq dəyişir.
Ümumilikdə götürdükdə hüceyrənin 70-80% su, 1,5% mineral duzlar, 18,5-29% isə üzvü birləşmələrdən ibarətdir. İnsanın sümük toxumasında 20%-ə qədərini su, baş beynin isə hüceyrələrin 85%-nə qədərini, qaraciyərdə 70%, əzələdə 75%, dişin minaqatı hüceyrələrinin də isə 10%, inkişafda olan vişey hüceyrəsinin 90%-i sudan təşkil olunmuşdur. Hansısa toxumanın suyunu dedikdə verilən rəqəmləri nəzərə alırıq. Ümumi götürüldükdə, yəni hüceyrənin tərkibindəki su dedikdə isə 70-80% ilə hesablamaları aparırıq. Yəni, suyun bir çox funksiyası vardır hüceyrədə. Məsəl üçün, su hüceyrənin daxili mühitini təşkil edir, onun həcmini, elastikliyini, turqorunu təmin edir. Hüceyrənin həyat əhəmiyyəti kəsb edən mühüm reaksiyalar su mühitində gedir. Su bir çox reaksiyaların, məsəl üçün hidroliz reaksiyaların getməsi üçün mühit yaradır. Hidroliz reaksiyası bilir ki, hidrosu, lizo isə parçalanma deməkdir. Məsəl üçün zülalların hidrolizi, karbohidratların hidrolizi, bu reaksiyalar su mühitində gedir. Su yaxşı həll edicidir. Suda həll olma qabiliyyətinə görə maddələr iki qrupa bölünür. Hidrofob maddələr və hidrofil maddələr. Hidrofil maddələr suda yaxşı həll olanlardır. Filio sevirəm deməkdir. Hidrofob maddələr isə suda həll olmayan maddələrdir. Hidrofil maddələrə, yəni suda həll olan maddələrə sadə quruluşlu karbohidratları misal göstərmək olar. Bəzi zülalları misal göstərmək olar, bəzi duzları misal göstərmək olar. Suda həll olmayanlara isə mürəkkəb quruluşlu karbohidratlar, zülallardan suda həll olmayanları vardır və yağlar suda həll olunurlar. Su molekulu polyardır, yəni polyarlıq müsbət və mənfi qütbün olmasını bildirir. Yəni suda həll olan maddələr su ilə hidrogen rabitəsi yaradırlar. Yəni əgər maddə ilə su arasında hidrogen rabitəsi yaranırsa, həmin maddələr suda yaxşı həll olur. Su yüksək istilik keçiriciliyinə malikdir. Yəni biz bilirik ki, canlı orqanizmlərdə fasiləsiz olaraq istilik ayrılır və yüksək istilik keçiriciliyin xassiyəsinə əsasən orqanizmdə istilik bərabər paylanır. Su buxarlanaraq bədənin soyumasını təmin edir. Bir çox canlı varlıq suyun bu xüsusiyyətindən orqanizmin soyudulması üçün istifadə edir. İnsanlarda tərifrazı, məsəl üçün yarpaqlarda suyun buxarlanması, yəni orqanizmin qızmaqdan qoruyur. Bu maraqlıdır hissəsində maraqlı bir məlumat verilmişdir. Yaşlı insanlarda sutka ərzində sümük toxumasından 700 mg kalsium çıxarılır. Bir o qədər də yenidən kalsium toplanılır. Yəni, sümük buna görə də dayaq funksiyasından başqa həm də kalsium və fosfor deposu rolunu oynayır. Qidada kalsium-fosfor çatışmadıqda sümük toxumasından alınır. Atmosfer təzyiqi aşağı düşdükdə orqanizmdə bu maddələr az olarsa əgər, onda sümükdən çıxarılır. Yəni qanda kifayət qədər kalsium ehtiyatı olmadıqda sümükdən çıxarılır. Bu proses normadan kənara çıxarılarsa, yaşlı insanlarda patologiyalar baş verir. Yəni oynaqda, sümükdə ağrılar baş verir. Bu da həmişə havanın pis şəraiti ilə əlaqələndirirlər. Yəni orqanizmdə əgər kalsium, fosfor deposu normaldırsa, hava şəraitindən asılı olmayaraq bu hallar baş verməməlidir. Hava şəraitindən asılı deyil, yəni orqanizmdə bu maddələrin azlığından asılıdır. Sadəcə olaraq hava şəraiti elə bir bu prosesin, yəni patoloji halın baş verməsi üçün əlverişli şərait yaratmış olur. Sonra mineral duzlara baxaq. Yəni hüceyrədə
Mineral duzlar əsasən kationlar və anionlar şəklindədir. Müsbət yüklü ionlara kationlar, mənfi yüklü ionlara isə anionlar deyirik. Kationlar kimi magnezium, kalsium, kalium, natrium kationlarını, anionlar kimi isə hidrokarbonat, xlorid, dihidroortofosfat, hidroortofosfat anionlarını misal göstərə bilərik. Bəzi bitkilərin hüceyrələrində, məsəl üçün əncir, soğan hüceyrələrində, begoniyanın hüceyrələrində bəzi kalsium duzları kristallar şəklində olur. Duzların orqanizmdə bir çox funksiyası vardır. Məsəl üçün kalium xlorid, natrium xlorid sinir toxumasında elektrik impulsların yaranmasına və ötürülməsində mühüm rol oynayır. Əzələ toxumalarında isə əzələnin yığılmasının meydana gəlməsində iştirak edir. Yəni hüceyrədə natrium, kalium ionları çox vacibdir. Hüceyrənin xaricində natrium ionları, daxilində isə kalium ionları toplanır. Əgər bunların qatılıqları pozularsa, yəni xaricdə natrium çox olmalıdır, daxildə kalium çox olmalıdır. Əgər bu nisbət pozularsa, onda hüceyrənin məhvinə gətirib çıxara bilər. Öyrəndiklərinizi tətbiq edin və yoxlayın tapşırığında 5-ci tapşırıqda su 4 dərəcə Selsi yoxsa 90 dərəcə Selsi temperaturda maksimal sıxılığa malikdir kimi tapşırıq verilmişdir. Su 4 dərəcə Selsidə maksimal sıxılığa malikdir. Su 4 dərəcə Selsidən aşağı düşəndə, yəni bilirik ki, su sıfırdan aşağı düşdükcə başlayır donmağa və donmuş su, yəni buzun sıxlığı maye halda olan suyun sıxlığından azdır. Ona görə də həmişə buz suyun üzərində durur.